Deməli, Bakıda qumarxanalar açılacaq. Baxın ha, Bakıda qumarxanalar açılacaq. Baxın ha, paylaşın ha mən bu çıxışlarımı. Millət, hər kəlmələrini paylaşın, qardaşlar, bacılar. Bakıda qumarxanalar açılacaq. Qumarxanalar Bakıda. Onun açılışını xalqda, xalq üçün, xalqın nəzərində, gözündə adiləşdirirlər ki, rahat açılışlar etsinlər. Qumarxana açılışları Bakıda və regionlarda. Onun təbliğatını aparırlar ki, yəni qumar pis şey deyil. Qumar pis şey deyil. Avropada, yəni Gürcüstanda, hər yerdə qumardan devlət böyük gəlir əldə eləyir. İlham Əliyev, Gürcüstan ki deyirsən, ha? Hansı Avropa ölkəsi qumardan gəlir əldə eləyir, ha? Güya sən qumarxana açıb ölkəni mi çiçəkləndirəcəksən, İlham Əliyev? Sənin neftdən, qazdan, İlham Əliyev, sənin neftdən, qazdan indiyə kimi gələn gəlirin o Avropa ölkələrində olan o qumar gəlirlərindən 1 milyonda bir dəfə də deyil. Sən o boyda neftdən, qazdan bu xalqa nə verdin ki, İlham Əliyev? Bu xalqa nə etdin, İlham Əliyev? Nə verdin ki, İlham Əliyev bu xalqa? Sadəcə neftin Bakıda iyisini, kokusunu kokladılar. Başqa nə verdin İlham Əliyev? Nə etdin İlham Əliyev? İndi güya qumar oynatdırıb nə edəcəksən? Büdcəyə güya gəlir gətirəcək, bu kimi təbliğatlar aparıb cəmaatı aldadırlar. Bakıda bütün hotellərdə qumarxanalar açılacaq. Gələn turistlər qaldığı oteldə qumarlar oynayacaqlar. Çayxana, kafelərdə icazə veriləcək açıq qumara. Əlbəttə ki, polisə aylıq patent vermək şərti ilə. İndi polisə aylıq versələr də gizli fəaliyyət göstərirlər. Amma icazə veriləndən sonra açıq qumarxanalar olacaq, amma polisə aylığı biraz da artıq çatdıracaqlar. Açıq qumarxana o deməkdir ki, biraz da güya cəmaat çox gələcək, güya. Pul yoxdur deyə İlham Əliyev ölkədə pul qoymuyor, pul yoxdur deyə o qədər şərtsiz addımlar atırlar ki, o qədər qanlı kimi şərtsiz addımlar atırlar ki, insanlar evlərini, maşınlarını satıb qoyacaqlar qumara, arvadını ərəbə satıb qoyacaqlar qumara. Az mı görmüşük belə şeylər? Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, şad xəbərlər gəlir. Şad xəbərlər deyəcəyəm sizə. Yayımızı bəyənin, paylaşın, auditoriyamızı geniş eləyin, geniş. Deməli,